Xüsusilə 60-cı illərdə Sovet müsəlman respublikalarında, ya elə Türkiyənin özündə də, İranda da bir cərəyan var idi. Ədalət axtarışına çıxan adamlar Hind filmlərinə baxıb ağlayırdılar. Amma kim gözləyə bilərdi ki, Amerikada tutalım universitetlər təqib olunacaq? Hə? Bu kimin ağlına gəlirdi? Amerikanı Amerikaya edən faktorlardan biri universitetlərdir. Və Amerika siyasi xadimlərinin bioqrafiyasına diqqət yetirsəz, xüsusilə 20-ci əsrdə bunların aşağı-yuxarı hamısı tanınmış böyük universitetlərin məzunlarıdır. Amerika universitetlərinin və o cümlədən Harvardın təməl prinsipi akademik azadlıqlardır. Harvardda ona görə Harvarddır ki, uzun 10 illiklər boyu bu akademik azadlıqları bunlar təmin eləyiblər. Və artıq oturmuş bir sistemə çevrilibdir. Gözlənilməz idi ki, hansısa bir prezident olacaq və bu həmin o akademik azadlıqlara qarşı çıxacaq. Əslində Harvardda olan münasibət akademik azadlıqlara olan münasibətdir. Harvardla biraz qonşu olan Princeton da vaxtilə Woodrow Wilson rektor, yəni prezident olmuşdu. Universitetin prezidenti olmuşdu. Sonra da Birləşmiş Ştatların prezidenti oldu və o universitet prezidentliyindən ölkə prezidentliyinə gəldi. Onun maraqlı bir sözü var idi ki, biznes adamının, ticarət adamının ölkənin başına gəlib çıxması və bir Amerikanı idarə edən bir prezidentə çevrilməsi ölkə üçün faciəli nəticələr verə bilər. Wilson bunu demişdi 20-ci illərdə. Şübhəsiz ki, Donald Trumpın müəyyən özünə məxsusluğu var. Ancaq Donald Trump nə sərvətin hansısa universiteti qurtardığına görə qazanmayıb, nə də prezident kreslosun hansısa universiteti qurtardığına görə qazanmayıb. Yəni, onun göstəriciləri tamamilə ayrı əsaslar üzərində qurulub. Trump daha çox kütləyə hesablanmış siyasət yerididir. Vaxtilə Sovet İttifaqında maraqlı bir şey var idi. Şəxsən mənim üçün bu çox maraqlı olmuşdu. Məsələn, bu Amerikada, Sovetlərdə dissidentlik, müəyyən ədəbiyyatın qadağan edilməsi və s. Politbüro, siyasi büro öz başa düşdüyünə qədər siyasi büro üzvləri anladığına qədər icazə verirdi. Onun səviyyəsindən yuxarı olan ədəbiyyat, düşüncə ona dissident ədəbiyyatı kimi görsənirdi. Mən hərdən dostlarla yarı zarafat, yer gerçək söhbətdə deyirdim ki, həmişə öz günümüzü ağlayırdıq, indi Amerikanın da gününü ağlayırıq. Bu universitetlərin təqibi nəyə gətirib çıxardacaq? Yəni, Harvard ona görə Harvarddır ki, bu Amerika təhsil sisteminin təməl prinsiplərin özündə əks etdirirdi. Axı, söhbət tək Harvarddan getmir. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Təhsil Nazirliyinin də ləğv edilməsindən söhbət gedirdi. Amerika qurulandan bəri onun daimi fəaliyyət göstərən qurumlarından biri də Təhsil Nazirliyi olub da. Bunu təkmilləşdirmək olar, səmərəliliyini artırmaq olar. İndiki administrasiyanın müdafiə edənlərin sayı nə qədərdir, neçə prosentdir? İndi hələ mexanizmlər var bu prosesin qabağını almağa. Mən əminəm ki, Amerika cəmiyyəti, Amerika sistemi özün xilas etməkdən ötürü kifayət qədər əlində mexanizm var. Məsələn, ali məhkəmə. Ya məhkəmə sistemi. Adını çəkdiyimiz Harvardda yalvarıb yaxarmayıb, dirəniş göstərib, məhkəməyə müraciət edib və hələ nə qədər ki, Amerikada müstəqil məhkəmə var, bu şeylərin qabağı alınır. Məsələn, mən təsəvvür eləmirəm ki,
məsələn, Woodrow Wilson mərkəzini necə bağlamaq olar? Bu, Birləşmiş Ştatların və eləcə də dünyanın birinci beşliyə daxil olan fikir mərkəzidir də və bilavasitə administrasiya ilə birgə işləyən, kifayət qədər nüfuzlu bir fikir mərkəzidir və əslində burada bir məsələnin qisasçılıq tərəfi də var. Bu qisasçılıq tərəfi də odur ki, bizimlə olanlar və bizimlə olmayanlar bir bölgüsü gedir və o bizimlə olmayanlar təqib olunur. Harvarddakı həmkarlar narahatçılıq var, biraz belə gərginlik var. Amma onlar əmindilər ki, bu səddi bunlar aşacaqlar və öz istəklərinə nail olacaqlar və hətta bütün hallarda hesab eləyirlər ki, məhkəmə onların xeyrinə qərar qəbul edəcək. Amma qərar mənfi olsa da belə, onlar öz mübarizələrin davam elətdirəcəklər və üstəgəl məsələn, Harvardda ya digər universitetlərdə kifayət qədər çoxlu sayda xarici tələbələr oxuyur. Və universitetin maliyyələşməsinin əsas mənbələrindən biri budur. Bu təqiblər, viza problemləri, siyasi aksiyalarda, ictimai aksiyalarda iştirak edən tələbələr, məsələn, bilirsiniz ki, Fələstin məsələsi ilə bağlı kifayət qədər çoxlu universitetlərdə etiraz mitinqləri keçirildi. Yer gəlmişkən deyim, universitetlərə münasibətdə bu faktor da az rol oynamadı. Sabah tutalım deyək ki, bu xarici tələbələr ölkəni tərk etdi, yaxud vizaları ləğv edildi. Bundan ölkə nə qazanacaq? Universitet büdcəsi eyni zamanda Amerika büdcəsinin bir hissəsidir də. Universitet həmin bu tələbələrin ödənişindən istər ştat büdcəsinə, istər federal büdcəyə vergi ödəyir. Yəni, bütün bu federal büdcəyə toplanan vəsaitlərin bir hissəsi də bundan irəli gəlir də. Ona görə də mən optimistəm, düzün deyim ki, Amerika hələ o vəziyyətə düşməyib ki, Sovet İttifaqında olduğu kimi kimsə hakimiyyət başına gəlsin və Amerika cəmiyyətini dağıda bilsin. Bu, Amerika üçün bu keçərli deyil. Ona görə də bu cəmiyyət özünü xilas etməyin bir yolunu tapacaq.